Uşaqlar, gəlin baxaq 15-ci suala. 15-ci sualda deyir ki, 1 üstə 3 üstə 5 üstə nöqtə 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 üstə 19 bərabərdir A. 2221 üstə 2223 üstə 2225 üstə nöqtə 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 üstə 2239 bərabərdir sual. Uşaqlar, əgər bu A olarsa, bu cəmi tapın. Bunu istəyir bizdən. Uşaqlar, gəlin baxaq, görək bu nəyə bərabərdir. Uşaqlar, əvvəlcə yuxarı baxın. Görürsünüz, tək ədədlərin cəmidir. 1-dən 19-a qədər olan bütün tək ədədlərin cəmidir. 1, üstə 3, üstə 5, üstə 19. Uşaqlar, indi biz 1-dən 19-a qədər tək ədədlərin cəminə A demişik. İndi gəlin bunlara baxaq. Bax, mən 2220-ni buna oxşadmaq, bu düsturu, bu ödəməni buradan almaq üçün bunu 2220 üstə 1 kimi yazıram. Bunu 2220 üstə 3 kimi yazıram. Bunu da 2220 üstə 5 kimi yazıram. Və sonda 2239'u 2220 üstə 19 kimi yazıram. Uşaqlar, bərabərdir. Baxın diqqətlə. Baxın uzaqlaşdırıram. 1, 3, 5, nöqtə nöqtə 19. Görürsünüz, burada A'nın özü var. Və 2220'lər var. İndi biz tapmalıyıq ki, burada neçə dənə 2220 var. Uşaqlar, A üstə neçə dənəsə 220 vurulsun 220'nin özü. Uşaqlar, indi mən burada necə tapam ki, neçə dənə 220 var? Neçə dənə bax bu varsa 1 üstə 3, 1 üstə 5, üstə 19. O qədər də 2220 var. Yəni 1-dən 19'a qədər neçə dənə tək ədəd varsa, o qədər də 220 var. Uşaqlar, 1-dən 19'a qədər tək ədədləri tapmaq üçün tək ədədlər bax 1, 3, 5, 7, nöqtə 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 19. Sayı tapmaq üçün demişdim. Ən axırıncıdan birincini çıxırıq. Ən axırıncıdan birinci. Bölürük aralarındakı fərqi. Aralarındakı fərq nədir? 2-2 artırırlar. Görürsünüz, 1-in üstə 2 gəlib 3, 3-ün üstə 2 gəlib 5. Üstə 1. Bu da eləyir. 19'dan 1 çıxanda 18. 18'i 2'yə böləndə 9. 9'un da üstə 1 gələndə 10. Yəni A üstə 2220 2220 vurulsun 10. 2220'ni də 10'a vuranda uşaqlar bir vahiddə artırırıq da, elə bil bir dənə də 0 artırırıq. Olur 22200 üstə A. Baxın D bəndi cavab. Baxın D bəndi. Görürsünüz D bəndi. 2220 üstə A. Daha doğrusu 22200 üstə A. Cavab D bəndi. Uşaqlar, gəlin indi baxaq neçənci suala? 28-ci suala. 28-ci suala səhv yazmışıq. Baxaq 28-ci suala. 28-ci sualda nə deyir? 28-ci sualda deyir ki 28-ci sualda deyir ki A, B, C natural ədədləri üçün sual 28. A, B, C natural ədədləri üçün A, B, C natural ədədləri üçün A bərabərdir B bölünsün 5, o da bərabərdir 3C. Olarsa deyir ki A, B, C hasilinin ən kiçik qiymətini tapın. Yəni bunu
Ən kiçik qiymət. Uşaqlar, ümumiyyətlə ən kiçik qiymət deyəndə, yəni yadınıza əçob düşsün. O söhbətdə mütləq əçob olur ən kiçik qiymət söhbətində. Uşaqlar, A bərabərdir B bölünsün 5, bu da 3C. Gəlin bunları bu 5-dən qurtarmaq üçün hər tərəfi 5-ə vuraq ki, bu 5 getsin. Və hər biri naturaldır. Yəni o deməkdir ki, hər biri tam ədəddir. Yəni B burada nədirsə 5-ə tam bölünməlidir. Ki A ona bərabər olsun. Çünki A axı natural ədəddir. A kəsir ola bilməz. Uşaqlar, gəlin hər tərəfi 5-ə vuraq. Olsun 5A bərabərdir. B bölünsün 5-i 5-ə vuranda B, 5-dən ixtisar gedir. 3C-ni də 5-ə vuranda 15C. Uşaqlar, 5, 1, 15. Gördünüz? İndi nə edirik? İndi bunların, bax, bunların əkobunu tapırıq. Əkob 5, 1, 15. Uşaqlar, sizə demişdim ki, əgər ədədlərdən əkob taparkən ədədlərin hər biri bir ədədə tam bölünürsə, yəni 15 5-ə və 1-ə tam bölünürsə, burada 15 əkob, 5 isə yəni bölünən əkob, bölən isə əbobdur. Uşaqlar, bölən burada ən böyük götürməli deyə əbob 5 olacaq, əkob isə 15-dir. Yəni 15 hər birinə bölünür. 15-i 5-ə bölmək olur, 1-ə bölmək olur. Bunun əkobu bilirəm 15-dir. Əkob 15-dirsə, onda A burada nəyə bərabərdir? A bərabərdir 15 bölünsün 5, yəni 3. 3K-ya B bərabərdir ilə 15K-nın özünə, yəni 15 bölünsün 1. C də bərabərdir 15 bölünsün 15, yəni 1K. Uşaqlar, baxın, belə bir ədəd aldıq. Belə bir düzənləmə aldıq da, mütənasiblik aldıq. Uşaqlar, burada da ən kiçik qiymətini demir. Ən kiçik qiymətini dediyinə görə ABC-nin ən kiçik qiyməti. Uşaqlar, bunun ən kiçik qiyməti, həmişə yadınızda saxlayın. Bunun ən kiçik qiyməti nə olacaq? Demək, gəlin baxaq görək. B15, A3, C də 1. A3, B15, bəli. C də 1. C də 1. Və bunun ən kiçik qiyməti olacaq. Baxın, yəni ən kiçik qiymətini dediyinə görə biz burada K-ya ən kiçik qiymət verəcək. K burada natural ədədlərə daxildir. Yəni natural ədədlərdə 1, 2, 3. K-nın ən kiçik qiyməti 1-dir. Ona görə K-nın yerinə 1 qoyacaq biz burada. A olacaq 3 vurulsun 1, yəni 3. B olacaq 15 vurulsun 1, yəni 15. C olacaq 1. ABC-nin ən kiçik qiyməti nə oldu? 3 vurulsun 15 vurulsun 1. O da eləyir 3 15-ə vuranda 45, 45 ilə 1-ə vuranda 45. Ən kiçik qiymət 45. Ümid edirəm başa düşdünüz uşaqlar bunu. Bu belə. İndi gəlin baxaq 29-cu sual. O da bir səhv yazmışdınız. Gəlin 29-cu suala baxaq. Bax, 29-cu sualda eynən buna bənzəyir. Baxın, A bərabərdir, B bölünsün 7, o da bərabərdir 2C-yə olarsa, uşaqlar, və hər biri də naturaldır deyir. Yəni, naturaldırsa, 7-yə tam bölünməlidir. Hər tərəfi 7-yə vururam ki, bu kəsirdən azad edim. 7A bərabərdir, B bərabərdir 14C. Bunların əkobu bilirəm ki, 14-ə bərabərdir. 14-ə bərabər olduğuna görə A-ya deyirəm 14 bölünsün 7, yəni 2K. B-yə deyirəm 14 bölünsün 1, yəni 14K. C-yə deyirəm 14 bölünsün 14, yəni 1K. Uşaqlar, yenə bizdən ABC-nin ən kiçik qiymətini soruşur. ABC-nin ən kiçik qiymətini soruşduğuna görə mən burada K-ya 1 verirəm. A olur 2, B olur 14, C olur 1. ABC-nin ən kiçik qiyməti olur nə? 2 vurulsun 14 vurulsun 1, yəni 28. Başa düşdünüz uşaqlar? Ümid edirəm başa düşdünüz. Başa düşmədiyiniz yeri olanda deyin mütləq. Sonra videoya baxıb sonra deyirsiniz. İnşallah. 30-31. 30-cu suala baxaq. 30-cu sual həmişə uşaqların səhv yazdığı sualdır. 30-cu sual. 2 rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəmi yazılarsa, bir dənə 2 rəqəmli ədədim var. Əvvəlinə və sonuna 1 yazılarsa, və 2 rəqəmli ədədin əvvəlinə də sonuna da 1 yazdım. Alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. 21 dəfə böyük nə deməkdir? Yəni, alınan bu 4 rəqəmli
verilən 2 rəqəmli ədədin 21-ə vurmasına bərabər olar. Bax, 21-ə hasilinə bərabər olar. Bax, bunu demək istəyir. Yəni, əvvəlinə və sonuna 1 yazdıqda alınan 4 rəqəmli ədəd, bu ədəd, verilən 2 rəqəmli ədədin 21 dəfə böyük olar. Baxın, uşaqlar, tənlik belə qurulacaq. Həmin 2 rəqəmli ədədi tapın. Gəlin tapaq. Uşaqlar, əvvəlcə onu deyim ki, yəni burada hesablamağa da ehtiyac var, o öz yerində. Amma seçmə üsulu ilə çalışaq tapaq görək, seçmə üsulu ilə tapa biləcəyik görək. Uşaqlar, əvvəlcə onu deyim ki, bunun sonu 1-dir, düzdürmü? 21. Bunun da sonu 1-dir, görürsünüz? Demək, biri nəyə vuranda 1 eləyir? Demək, y-im də 1 olmalıdır ki, y-im də 1 olmalıdır ki, o 21-i ona vuranda sonu 1 olsun. Yəni, x1 olsun ki, sonu 1 olsun. Düzdürmü? Düzdür. Uşaqlar, indi gəlin baxaq x-in qiymətinə. Mən seçmə üsulunu elədim. Yəni, açıq vurmaq. Seçmə üsulunu eləmək istəyirəm. 21 vurulsun x1. Düzdürmü? Bərabərdir 1, x, 1, 1. Y-i 1 tapmışam. Ona görə yenə 1 yazıram. Uşaqlar, baxın diqqətlə. Bu x. Bu x. Birdən başlayır da qiyməti. 2-ni 1-ə vursam, məsəl üçün 1-dən başlasa, cavab nə eləyəcək? Məsəl üçün, tutaq ki, 21 vurulsun 11, məsəl üçün. Deyirəm. 21 üstə 21. 231. Demək, bunu yerinə 1 qoysam, cavab 2 ilə başlayacaq və 3 rəqəmli alınır. Baxın, fikir verirsiniz, görürsünüz, 3 rəqəmli alınır və 2 ilə başlayır. İndi mən elə eləməliyəm ki, bu 2-yə vuranda 1 ilə başlamalıdır o rəqəm. 2-ni 1-ə vurdum, 2 elədi. 2-yə vursam 4 eləyəcək, 3-ə vursam 5 eləyəcək. Neysə, bunlar etdi. Bəs 2-ni 5-ə vursam 10 eləyəcək. 2-ni 5-ə vuranda 10 eləyir. İndi gəlin görək. 2-ni x-in yerinə 5 qoysam düz olarmı? Yəni 21-i 51-ə vursam 21'i 5'e vuranda 5, 105. Görək cavab belə alınacaq mı? 1, 7, 0, 1. Cavab belə alındı. Belə alınmadı. Demək bu 51 deyil. Uşaqlar. Görürsünüz 1-1. Sonra 1-1 alınmalıydı. İndi gəlin 61 götürək. Görək 61'ə vursam necə olacaq? 21 vurulsun 61. Oldu. 21 üstə 21'i 6'ya vuranda 126. 1, 8, 1281. Yenə görürsünüz burada 1 alınmadı. İndi gəlin 71 götürək. 21'i 71'e vuraq. 1, 21 üstə 7. Hər halda bu da alamayacaq. Çünki 2'nin üstə 7 gələndə 9 eləyir. Yəni 1 eləməlidir cavab orada. Uşaqlar. Orada cavab 1 alınmalıdır. Gəlin 91 götürək. Baxın 2'nin üstə 9 gələndə 1 eləmir. 11 eləmir. 21, 2, 9'a vuranda 9. 9'da 2'ye vuranda 18. Uşaqlar 1. Bax görürsünüz burada da 2'nin üstə 9 gəldi. 1, 11, 1 yadda 9, 1. Gördük cavab necə alındı? 1, 9, 1, 1. Demək burada 91'dir. Burada da cavab belədir. 1, 9, 1, 1. Uşaqlar y-im 1'dir, x-im 9'dur. Həmin iki rəqəmdə də tapın. Həmin iki rəqəmdə də budur. 91. 91. İndi gəlin yoxlayaq görək düz tapmışıq 91'i. Əgər 91-dirsə, deyir ki, 91'in əvvəlinə və sonuna 1 yazdıqda, yazdım. Alınan ədədin 21 dəfə böyük olar. Yəni 21 vurulsun 91 olar. Həqiqətənmi 21'i 91'ə vuraq da görək bu ədəd eləyir. Gəlin baxaq. 21'i vuraq 91'ə, bəlkə heç bu eləmir. 21'i vururam 91'e. 1'i 21'e vuranda 21. 21'i 9'a vuranda 189. 1, 11, 1 yadda, 9, 1. Gördünüz uşaqlar. Demək cavab 91. Ümid edirəm başa düşdünüz.
İndi gəlin baxaq növbəti suala. Növbəti sualımız, növbəti səhvimiz daha doğrusu 31-ci sual. 31-ci sualda 31-ci sualı istəyirəm özü düzəldəsiz. 31-ci sual buna oxşayır. Ona görə istəyirəm özü düzəldəsiz. Ya özünüz düzəldin, ya da belə eləyim, burada da baxın. Baxın uşaqlar, deyir ki, verilən 2 rəqəmli ədəd var. Əvvəlinə və sonuna 2 yazdıqda, 4 rəqəmli olur. 4 rəqəmli ədəd verilən ədəddən 32 dəfə böyük olacaq. Yəni 32 vurulsun x, y olacaq. Yenə seçmə yolu ilə tapıram uşaqlar, yenə. Bax, sonu 2 ilə qutarır. 2-ni nəyə vuranda sonu 2 ilə qutarır? 2-ni 1-ə vuranda sonu 2 ilə qutarır. Bir də 6-ya vuranda sonu 2 ilə qutarır. Çünki 2-ni 6-ya vuranda 12 eləyir. Onun da sonu 2-dir. Uşaqlar, bax, demək burada y ya 6 olacaq, ya da 2 olacaq. Belə. İndi gəlin neynək? İndi burada neynək? Başqa 2-ni nəyəsə vuranda sonu 2 ilə qutarır. 12, 18, 14, yox. 6-dır, bir də 2-dir. Sonu 22, bir də 62. Yox, 2 deyil, daha doğrusu 1-dir. 1-1'dir, bir də 6-dır. Uşaqlar, gəlin görək 6 olar, yoxsa 1 olar. Bax, yazıram ədədi belə. 2x, 6, 2, 2x, 1, 2. Niyə görə 1 götürdüyümü bildim. Çünki y 1 olanda, sonu 2-ni 1-ə vuranda 2 eləyir. Uşaqlar, gəlin görək bu olacaq, yoxsa bu olacaq. İndi bunu tapmaq üçün nəyə fikir verirəm? Bax, ədədi 32-yə vurub. 32 nəyə bölünürsə, bu ədəddə ona bölünür. 32 nəyə bölünür? 4-ə. 4-ə bölünmə əlamətini tez yadınıza salın. 32-ni 4-ə bölünür 8 eləyir. Demək, tam bölünür də. Demək, bu da tam bölünməlidir. Əgər bu tam bölünürsə, vuruqlardan biri istənilən bir A ədədinə tam bölünürsə, hasil də bölünməlidir. Demək, bu seçdiyimiz ədəddə 4-ə tam bölünməlidir. 4-ə bölünmə əlaməti necədir? Son 2 rəqəmi 4-ə bölünən ədədlər 4-ə bölünür. Bax, 62. 62 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. 62 4-ə bölünəm, görürəm ki, tam bölünmür. 22, 5 dəfə qalır 2. Demək, bu deyil ədədim. Budur. Çünki 12 4-ə tam bölünür. Baxın, son 2 rəqəm. Demək, mənim 2 rəqəmli ədədim budur. 2x 12 bərabərdir 32 vurulsun. Y-i 1 tapmışam. Deyir, x 1. Uşaqlar, gəlin indi baxırıq, bax, fikir veririk buna. Diqqətlə baxırıq. 32 vurulsun. Baxın, indi ədəd 2000-dən başlayıb, düzdürmü? 2000-dən başlayıb. İndi mən 3-ü nəyəsə vuranda 2 ilə başlayır, 10 tapmalıyım. Baxın uşaqlar, 3-ü 6-ya vuranda 18 eləyir, 1 ilə başlayır. Amma 7-yə vuranda 21 eləyir. 3-ü 8-ə vuranda 24 eləyir. Bir də 3-ü 9-a vuranda 27 eləyir. 10-a vuranda 30 eləyir, 3 ilə başlayır. Demək, burada demək, x 7 ola bilər, 8 ola bilər, 9 ola bilər. Gəlin, baxaq görək, hansı ola bilər? Hansı ola bilər? Birinci 8-i yoxlayaq, çünki ürəyimə də damam ki, 8 olacaq. 32-ni vuraq 81-ə. Görək, 1-ə 1 ədəd olacaq, yəni 2x 12 kimi. Yəni 8 götürmüşəmsə 2, 8, 12 olmalıdır. 2812 olmalıdır. 32-ni 1-ə vurdum, 32. 32-ni 8-ə vurdum, 16. 16 1 yadda, 24. 24-ün də üstə 5, 256. 2, 9, 5. Gördünüz, bax, bu ədəd alınmadı. 2592 elədi. Onunla gəlin, nə götürək? Götürək 9. 2912. Görək olunacaq. 32 vurulsun 91. 32
üstə 18, 9-u 2-yə vuranda bölürük 18 edir. 1 yadda 27-nin üstə 1 gələndə 288. 2, 11, 1 yadda 9, 2. Baxın uşaqlar. X-i 9 götürmədim. Baxın. Gördünüz? 2912. Demək. Cavabım burada nədir? Yenə burada da 91-dir ədədi. 91. Ümid edirəm başa düşdünüz uşaqlar bura qədər.